Burası Murat Ağa Köyü'nün ve Sandallar Köyü'nün şehitlerinin yattığı şehitliğimizdir. Burada görüyorsunuz şehitlerimizin isimleri. Yenə də 14 avqust 1974-cü il tarixində Murat Ağa və Sandallar kəndlərində Rumlar tərəfindən həyata keçirilən soyqırımda yüzlərlə insan, körpələr, uşaqlar, yaşlılar, qocalar Burada gördüğünüz anne ve çocuklar toplu mezarda bu şekilde bulunmuş. Yani anne yavrularını kucaklayıp korumak, saklamak istedi. Yenə də eyni Xocalıda olduğu kimi. Mən bu şəhidliklərin hamısını daha öncələr də ziyarət etdim. Yenə də bir ailə, yəni Rumlar ailələri məhv elədilər. Həmin evlər sonradan bu kənddəki evlər, bu insanların o xoşbəxt yaşadığı evləri, həyətləri uzun illər kimsəsiz qaldı. Yəni qapıları bağlı qaldı. Sonradan hardasa bir yaxın qohumları ya uzaq qohumlar olsun, kimsə vardısa gəlib sahib çıxdılar. Qalanları isə indi mən onların bir neçəsinə baxdım. Muzey olanlar da var, amma yıxılanlar, yəni dağılanlar o 74 ilindən bura elə qapıları bağlı, artıq orada bir səssizlik hökm sürür. Azan da verilir. Kuzuli ailəsinin onlarla şəhidi var. İçin aralarında cəmi 8 yaşlı, burada lap körpə uşaqlar da var, gənclər də, yaşlılar da. Sadəcə öldürdü deyib keçmək olmaz buna. Ən ağır şəkildə, ən dəhşətli şəkildə qətl etdilər. Balaca Uğur Hasan Özkuyucu və